aslanın erkeği dişisi olmaz. Ben bununla maraqlandım ki, bu sözün kökü harda geldi, hardandı. Məlum oldu ki, yeganə heyvanlar aləmində aslandır ki, erkeğinin de dişisinin de fiziki gücü bir-birinə bərabər. Mən bu günləri Sədaqət xanım timsalında Azərbaycanın elə bir nümayəndəsini gördüm ki, kişilərimizə yeri gəldi, bərabər olmaq o yana ondan da artığını bildi. Mən bir dənə misal çəkəcəm. Dünya tarixində ilk dəfə Yaponiya lazım qədər maliyyə vəsaiti ayırdı ki, dünyada qəbilələrdən tutmuş bütün millətlərin genini analiz eləsinlər. Bütün dünya üzrə bunu yoxlayandan sonra bir qərara gəldilər, nəticəyə gəldilər elmi şəkildə. Bütün toplumlar geni eynidir. Bəşər tarixində olan insanların hamısı bizim bir çox dinlərdə deyildiği kimi bacı qardaşdır. Bunlar millətlərə niyə bölündü? Niyə ayrı bir toplum oldu? Bu Allah ayrı söhbətdir. Mən Respublika Təbiəti Mühafizədə çalışdığıma görə rayonlarımızı qarış-qarış gəzmişəm. Laçın rayonunda olanda onun bir katibi vardı, Xanlar müəllim. Çox savadlı, çox mədəni, çox ədalət sevən bir insan idi. Onunla oturmaqdan, danışmaqdan o qədər ləzzət alardım ki, tez-tez görüşərdik. Bir gün analiz elədik. Laçında nə qədər Kürt yaşayır? 44 min əhalinin 6 mini Kürt idi. Mən Qarabağlıyam. Bizdə Laçından, Kəlbəcərdən danışanda hamı deyirdi ki, buradaki əhalinin hamısı Kürtdür. Yenə də axtarışa başladım. Bu sözün kökü hardan gəldi? Qədim Türklərə gedəndə hardakı milli azlıq var idi. Milli çoxluq hamısı özünə, həmən millətin adı ilə deyirdi. Nədir? Milli azlıq öz milliliyinə görə, millətinə görə utanmasın, xəcalət çəkməsin, özünü də ən azı milli çoxluqlar səviyyəsində dursun. Sən demə, bu Türk dünyasının, qədim Türkün əbədi qanunu, adət ənənəsi olubdur. Kimlərsə bizi müstəmləkəyə alıb, kimlərsə bizi parçalayıb, kimlərsə bu yoldan bizi soyub talayıb, bu başqa söhbətin mövzusudur. Ona görə Sədaqət xanım, qarşınızda baş əyirəm. Bütün Türk dünyasının adından siz yenə dediyim kimi həmən sözə gəlirəm ki, aslanın erkeği dişisi olmaz. Bilirsiniz, bütün bu 90-cı ilin hərəkatında da mən nəyi gördüm? Kişilərin bacarmadığı işi qadınlar görə bildi. Mən meydanda gördüm bunu. Oradakı mitinglərdə görsün. Əslində, bilirsiniz, mən həmişə bir söz deyirəm. Hər bir böyük kişinin arxasında böyük qadın dayanır. O qadınlara var olsun. O qadınlar olmasa kişilər tez sınar. O qadınlar olmasa kişilər aciz olar. Mənim saysız hesabsız. Amma bilirəm ki, bu səmimi, gözəl məclisdə ürəyi dolu olanlar çoxdur. Yoxsa sizin haqqınızda, mən sizi inandırım ki, Əli bəy sizin haqqınızda mənə o qədər danışıb ki, mən sizi o qədər bu mənada tanıyıram ki, sizin ünvanınıza nə qədər, siz öz yazılarınızla, öz davranışınızla, özünüz üçün, öz həyatınız üçün, gələcək gənclər üçün əbədi bir tarix yazılsınız. Var olun, adınız əbədi yaşasın. Siz bir mayak olub, bütün gənclərimizi ancaq sevgiyə səsləyəsiniz, bu gözəl mahnılara səsləyəsiniz, bu gözəl kitaba, bu dünyada qorxaqlıqla heç nə olmaz. Bu dünyada hər bir insanın ömrü sevgisinin ömrünə bərabərdir. Sizin həyatınızda başdan başa sevgidir, gençlik üçün ən böyük etan olmalı layiqsiniz. Təşəkkür edirəm, sağ olun.